Övladınız hər hansı bir işi bacardıqda sən çox ağıllısan demək yerinə, sən çox çalışdın və səylərin nəticəsində bu işi bacardındır. Stanford Universitetindən Carol Dweck'in 2006-cı ildə araşdırması göstərdi ki, uşaqlar bacarıqlarına görə deyil, səylərinə görə tərifləndikdə daha bacarıqlı olurlar. Belə uşaqlar tapşırıqlardan qaçmırlar, əksinə problemlərlə daha maraqla məşğul olurlar. Çünki onlar başa düşürlər, əsas məsələ düzgün cavab yox, öyrənmə prosesidir. Bacarığa əsasən tərif alan uşaqlar çətin tapşırıqlarla üzləşdikdə motivasiyalarını daha tez itirirlər. Tapşırıqları davam etdirmə, maraq və özünə inam səviyyələri aşağı olur. Ancaq səylərə görə tərif alan uşaqlar çətin tapşırıqlardan qorxmurlar. Davam edirlər, daha çox öyrənmə istiqamətli məqsədlər qoyurlar. Bacarığa görə tərif alan uşaqlar uğursuzluqla üzləşəndə mən ağıllı deyiləm düşüncələrinə qapılırlar. Artıq onlar özlərini bacarıqsız kimi görürlər. Lakin səylərinə görə tərif alan uşaqlar səhvi prosesin bir hissəsi kimi qəbul edir, daha yaxşı üsullar tapmağa və daha çox çalışmağa yönəlirlər. Tədqiqatlar da göstərir ki, səylərinə əsasən tərif alan uşaqlarda uzunmüddətli öyrənmə daha güclü olur. Belə yanaşma uşağın digər fənlərə, o cümlədən riyaziyyata olan sevgisini və özünə inamını artırır. Unutmayın, afərin, düzgün cavab verdin sadəcə nəticəni dəyərləndirir. Amma afərin, çox düşündün və çalışdın demək uşağın gələcək uğurlarına yol açır.